Jalə. Hər bir Azərbaycanlının gündəlik həyatda istifadə etdiyi, bayram süfrələrimizin ənənəvi atributu olan jalə şirələrinin yolu Qəbələ şəhərindən başlayır. Sürətlə inkişaf edən turizm zonası, qədim Albaniya paytaxtının tarixi varisi, memari abidələri ilə tanınan Qəbələ bugün daha bir obyekti ilə də məşhurdur. Ən müasir Avropa standartlarına uyğun qurulan şirə emalı zavodu ilə. Ərazisi 13 hektardan ibarət Qəbələ konserv zavodu təkcə Azərbaycanda deyil, bütün Qafqaz regionunda ən böyük meyvə emalı zavodu sayılır. 2007-ci ildən fəaliyyətə başlayan və əsasən şirə istehsalı üzrə ixtisaslaşan Qəbələ konserv zavodu bugün öz sektorunda şəksiz liderdir. Azərbaycanda alınan hər 3 şirədən ikisi Qəbələ konserv zavodunun məhsuludur. Bu liderlik Qəbələ zavodunda çalışan peşəkar komandanın birgə səylərinin, eləcə də burada tətbiq olunan innovasiyaların, qabaqcıl avadanlığın və düzgün marketinq strategiyasının nəticəsidir. Çox qısa zamanda zavodumuz yerli bazarda liderliyi əldə edə bildi. Bugün müasir texnologiyaların tətbiqi sayəsində müəssisəmiz ölkə tələbatından 3 dəfə artıq məhsul istehsal edir. Və təkcə Azərbaycanda deyil, hətta bütün regionda belə ən yüksək istehsal gücünə malik meyvə emalı zavodu sayılır. Müəssisəmizdə inkişaf etmiş qabaqcıl Avropa ölkələrinin avadanlıqlarından istifadə olunur. Zavodun illik istehsal həcmi yalnız meyvə şirəsi üçün 210 min tona yaxındır. Sadə bir faktı nəzərinizə çatdırmaq istərdim. Hər gün təxminən 500 min ədəd jalə şirəsi tetrapak və şüşə qablaşdırma yolu ilə satışa göndərilir. Qəbələ konserv zavodu Respublika üzrə ən geniş çeşiddə meyvə şirəsi emal edən müəssisədir. Zavodda buraxılan məhsulların tacı əlbəttə ki, jalə şirələridir. 100% təbii. Bu, sadəcə reklam xətrinə yazılan vəd deyil. Şirələrin təbiiliyi, şirkətə verilən və məhsulların tam təbii, qatqısız və konservantsız olduğuna zəmanət verən beynəlxalq sertifikatlarla təsdiqlənir. Jalə şirələrinin istehsalında yalnız əla növlü meyvələrdən istifadə olunur. Qubanın alması, Lənkəranın portağalı, Göyçayın narı, bir sözlə hər yerin ən yaxşısı. Hazırda zavod 8 növ qablaşdırma ilə 23 çeşiddə şirə və nektar istehsal edir. Nar, portağal, alma, ərik, üzüm, yavalı, qarışıq şirələr, hər zövqə uyğun unikal dadlar. Qəbələ konserv zavodunun fəxr etdiyi daha bir brend 2009-cu ildən istehlakçılara təqdim olunan 100% təbii Zalatoy Sad şirə və nektarlarıdır. Yüksək keyfiyyətli meyvə növlərindən hazırlanan, vitaminlərlə zənginləşdirilmiş Zalatoy Sad məhsulları uşaq qidası kimi də həkimlər tərəfindən tövsiyə olunur. Xüsusi olaraq diabet xəstələri və pəhriz saxlayanlar üçün nəzərdə tutulan şəkərsiz dia şirələri Azərbaycanda buraxılan ilk diabetik şirələrdir. Önəmlisi odur ki, insanların sağlamlığını düşünərək şirkət adi şirələrdən baha başa gələn dia şirələrini qiymət fərqi qoymadan istehlakçılara təqdim edir. 2500 illik tarixi olan bu ərazi Qafqaz Albaniyasının varisidir. Qədim albanlar yerə, göyə, atəşə və suya pərəstiş edirdilər. Qəbələnin saflığı minilliklərin tarixi ilə sınanmış arteziyan suları bugün zavodda filtrasiyadan keçirilərək qablara doldurulur. Qəbələ zavodunun növbəti nailiyyəti Azərbaycanda ilk olaraq tetrapak qutularında buraxılan təbii sudur. Adi plastiklərdən tetrapak paketlərində saxlamanın önəmli üstünlüyü var. Azərbaycanda qədim ənənələri olan çay mədəniyyətinə son zamanlar daha bir yenilik əlavə olundu. Iced tea, soyuq çay. Əla növ qara çay və müxtəlif meyvə şirələrindən hazırlanan jalə iced tea istehlakçılara limon, mango və şaftalı çeşidini təqdim edir. Jalə iced tea xüsusilə aktiv həyat tərzi sürən gənclər arasında çox populyardır. Ən populyar məhsullardan biri meyvə dilimləri öz şirəsində. 820 və 410 qramlıq qablarda buraxılan bölünmüş şaftalı dilimləri, müxtəlif meyvələrdən hazırlanan meyvə kokteylləri xanımların etirafına görə hətta evdə bişən kompotlardan da dadlıdır. Bütün nailiyyətlərin əsasını güclü istehsalat bazası təşkil edir. Qəbələ konserv zavodu yeni nəsil müəssisələrindəndir. Bu yaxınlarda zavodda bərpa və yenidən qurma işləri aparılmış, ən son texnologiyalar və qabaqcıl şirkətlərin istehsal etdiyi avadanlıq işə salınmışdır. İş prosesinin düzgün qurulması və idarə etmə sisteminin təkmilləşdirilməsi ISO 9001-2008 və 22000-2005 sertifikatları ilə təsdiqlənir. Müəssisəmizin əsas məqsədlərindən biri də
ekoloji cəhətdən təmiz, keyfiyyətli jalə şirələrini hər bir Azərbaycanlı ailəsinin süfrəsində görməkdir. Bu istiqamətdə görülən işlərin nəticəsi olaraq onu qeyd etmək istərdim ki, son 2 il ərzində istehsal həcminin 3 dəfə, işçi sayının 7 dəfə, orta aylıq əmək haqqının 4 dəfə artması fonunda məhsul vahidi nümayə dəyərində 7,2% azalmaya nail olmuşuq. Bunu isə jalə şirələrinin hər bir Azərbaycan vətəndaşının istehlak səbətində yer alması üçün irəliyə doğru atılmış müvəffəqiyyətli addım hesab edirəm. Meyvənin ağacdan süfrəmizdəki məhsula qədər yolu təsəvvür edə biləcəyimiz qədər asan və qısa deyil. Ölkənin ən müxtəlif yerlərindən, eləcə də Qəbələ Konserv Zavodunun sahəsi 100 hektardan artıq olan plantasiyalarından yığılan meyvələr maşınlara yüklənib zavoda gətirilir. Gücü saatda 10 tonla ölçülən istehsalat prosesinin ən birinci mərhələsi meyvə qəbulu bölümüdür. Burada malın orqanoleptik, fiziki kimyəvi göstəriciləri yoxlanılır və konveyerlə zavodun daxilinə ötürülür. Konveyerin iki tərəfində duran işçilər çürük yararsız meyvələri ayırır, keyfiyyətli və sağlamları isə istehsalata buraxırlar. Həmin meyvələr fırça konveyer xəttindən keçirilərək duşla yuyulub fırçalanır. Təmizlənmiş meyvələr dəyirmana, doğrama makinasına verilir. Burada onlar çox kiçik hissələrə doğranılır və ələkdən keçirilərək üyüdülür. Doğranmış meyvələr monopomp vasitəsilə pres avadanlığına ötürülür və 2 lentin arasında sıxılır. İnaktivator bölməsində sıxılmış meyvə suyu 90 dərəcəyə qədər qızdırılır. Bu çox önəmli prosesdir. Çünki məhz inaktivatorda mümkün olan bütün bakteriyalar zərərsizləşdirilir. Şirəni tam saflaşdırmaq və şəffaflaşdırmaq üçün onu enzim və filtrasiya bölümünə göndərirlər. Məhz bu mərhələdə bulanıqlıq faizi sıfıra indirilir. Təzə sıxılmış şirələrin müəyyən qismi birbaşa müxtəlif çeşidli tetrapak və şüşə qablarına doldurulur. Əksər hissəsi isə qatlaşdırılmış şirə halına, konsentrata çevrilir və xüsusi torbalara doldurularaq soyuducu ambara göndərilir. Hazır şirələrin qablaşdırılması üçün zavodda istehsalat gücü saatda 3 və 5 ton olan 2 ədəd şüşə dolumu xətti və tetrapak bölümü fəaliyyət göstərir. Tetrapak bölümündə 3 ədəd litrlik, 1 ədəd 200 və 1 ədəd 250 millilitrlik xətt quraşdırılıb. Məhsulun dolumu tam aseptik şəkildə həyata keçirilir. Dolumdan sonra qutular avtomatlarla qapaqlanır, paketlənir və paletlərə yığılır. Qeyd etmək lazımdır ki, ümumiyyətlə zavodda bütün istehsalat prosesləri tam avtomatlaşdırılıb və kompüterləşdirilib. Operatorlar yalnız texnoloji parametrləri tənzimləyib prosesə nəzarət edirlər. Hazır məhsulun saxlanılması üçün zavodun ərazisində ümumi sahəsi 1320 kvadrat metr, hündürlüyü isə 10 metrə yaxın olan 5000 tonluq nəhəng ambar mövcuddur. Müasir havalandırma sistemi ilə təchiz olunmuş bu ambarda məhsullar tarixlərinə uyğun olaraq 6 mərtəbəli stilajlara yığılır. Qeyd edək ki, seysmoloji yoxlamadan keçirilən həmin rəflər 10 bal gücündə zəlzələyə davamlıdır. Ambarlarda hazır məhsul 15 gün inkubasiya dövründən keçirilir. Həmin müddət ərzində mümkün olan ən cüzi problem belə üzə çıxır. Yalnız inkubasiya dövrünü keçən və bununla keyfiyyətinə 100% zəmanət verilən hazır məhsul Qəbələ Konserv Zavodunun yük maşınlarına doldurulub ən müxtəlif bölgələrə göndərilir. Hazır məhsul ambarından əlavə zavodun ərazisində müasir avadanlıqla, o cümlədən avtomatik palet rəf sistemi ilə təchiz olunmuş soyuducu meyvə ambarı da mövcuddur. Burada istənilən növ meyvə və gilə meyvələrin uzun müddət təzə və sağlam görünüşdə saxlanılması üçün hər bir şərait yaradılıb. Zavoda daxil olan meyvələr rənginə və ölçülərinə görə çeşidlənərək əvvəlcə ilkin soyutma kameralarına qoyulur. Bundan sonra hər növ meyvə üçün saxlama temperaturu və nəm faizi müəyyənləşdirilir və meyvələr həmin tələblərə uyğun olan digər kameralara ötürülür. Daxili şirə bazarının 75%-i məhz jalə şirələrinin payına düşür. Yəni, satılan hər 100 şirədən 75-i jalə şirələridir. Bununla yanaşı, zavod intensiv şəkildə ixracat potensialını da artırır. Bugün Qəbələ Konserv Zavodunda emal olunan şirə və nektarlar 20-dən yuxarı ölkəyə ixrac edilir. Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Gürcüstan, Baltikyanı ölkələr, Türkiyə, İran, Fransa, Almaniya, Amerika, hətta uzaq Filipin adalarında belə jalə şirələrini sevə-sevə içirlər. Xarici bazarda ən çox populyar nar şirəsi və onun konsentratıdır.
Meyvələrin şahı adlandırılan nar və xüsusilə onun şirəsi qeyri-adi dadı ilə yanaşı saysız müalicəvi keyfiyyətləri ilə fərqlənir. Qızdırmanı, yorğunluğu aradan qaldırır, hemoqlobini artırır, qan təzyiqini aşağı salır, immun sistemini gücləndirir, qan-damar sisteminin işini yaxşılaşdırır, dəri xəstəliklərinin müalicəsində istifadə olunur və sair və ilaxır. Tərkibindəki antioksidantların sayəsində nar şirəsi xərçəngə qarşı effektiv profilaktika sayılır. Təsadüfi deyil ki, Amerikada narın qatlaşdırılmış şirəsi dərman kimi satılır. Azərbaycanda 256 nar növü yetişir. Amma dadına, müalicəvi əhəmiyyətinə və digər göstəricilərinə görə ən keyfiyyətlisi Göyçay narı sayılır. Göyçay növündən sıxılan jalə nar şirələri bir çox nüfuzlu sərgilərdə ən yüksək mükafatlara və qızıl medallara layiq görülüb. Bunun ən başlıca səbəblərindən biri Qəbələ konserv zavodunda istifadə olunan unikal texnologiya və qabaqcıl avadanlıqdır. Təkcə Azərbaycanda deyil, MDB ərazisində analoqu olmayan, istehsal gücü saatda toplam 20 ton təşkil edən 2 müasir nar emalı xətti, xam malı şirəyə acılıq qatan qabıq və pərdələrdən tamamilə təmizləməyə imkan verir. Bunun sayəsində Qəbələ konserv zavodunda istehsal olunan jalə və zalatoy sad nar şirələrinin təkcə yerli deyil, dünya bazarında belə rəqibi yoxdur. Yüksək keyfiyyət zavodun vizit kartıdır. Çünki şirkətin qarşısına qoyduğu missiya xalqın sağlam inkişafıdır. Bu səbəbdən alınan xammalın keyfiyyətinə nəzarət, bütün texnoloji proseslərə və saxlama qaydalarına riayət çox ciddi şəkildə təşkil edilmişdir ki, bu da müəssisəyə verilən beynəlxalq sertifikatlarla təsdiqlənir. Keyfiyyətin əsl mərkəzi 24 saat fəaliyyət göstərən laboratoriyamızdır. Laboratoriyada keyfiyyətə nəzarət bütün mərhələlərdə aparılır. Ən əvvəl meyvələr gəldikdə onların orqanoleptik, fiziki kimyəvi göstəriciləri yoxlanılır. Yalnız yetişmiş keyfiyyətli meyvələr istehsalata buraxılır. Sonrakı mərhələdə qatlaşdırılmış meyvə şirəsi və nektarların bütün göstəriciləri laboratoriyada analiz olunur və bundan sonra məhsulun uyğun olması barədə istehsalata rəy verilir. Qida sektoru olduğuna görə işçilərin sağlamlığına, eləcə də sanitar və gigiyena normalarının riayətinə xüsusi diqqət yetirilir. Zavodda mütəmadi sanepizmstansiya yoxlamaları aparılır. İşə başlamazdan əvvəl bütün işçilər girişdə quraşdırılan dezinfeksiya bölümündən keçir. Zavodda həm effektiv iş, həm istirahət üçün hər bir şərait yaradılıb. İşçilər isti xörəklərlə təmin edilir, hər sexdə mini çayxanalar quraşdırılıb, şirkətin xüsusi avtobusu işçilərin evdən işə və işdən evə çatdırılmasını təmin edir. Bazarda lider mövqeyini tutan nüfuzlu kampaniyada işləmək çox maraqlı və perspektivli işdir. Çünki işçilərin qarşısında sərhədsiz imkanlar açır. Eyni zamanda zavodun bütün nailiyyətlərinin təməlini də ilk növbədə öz şirkətinə sadiq olan, işini sevən professionalların birgə əməyi təşkil edir.